İzahlı test 79. ise 5. sınıf İngiliz dili. Birinci sual, choose a sentence with a noun in the possessive case. Yerlik halda olan isim olan cümləni seçin. İsmi yerlik halı tek isimler için apostrof ve cəm isimler için apostrofla düzəlir. A bəndinə baxaq. Pat is going to the school library. Burada apostrof S var ama bu Pat is going'dir. İndiki devam edici zaman. Ona göre bu bənd doğru değil. B bəndə my brother's friend likes reading books. Mənim qardaşımın dostu kitab oxumağı xoşlayır. Qardaşımın dostu yerlik haldadır. B bəndi doğru cavabdır. Birisi bəndlər niyə səhvdir baxaq. He is a tall and strong boy. Burada he apostrof S, he is. He is'in qısaldılmış forması. Yəni yerlik hal değil. D bəndində Helen is playing computer game. Burada is playing, yəni indiki devam edici zamandır. Is playing. D bəndə ona görə səhvdir. Doğru cavab B bəndidir. İkinci sual. Choose a sentence with a noun in the possessive case. Yerlik halda olan cümləni seçin. She is good at playing the guitar. Is good at. Burada she is'in qısaldılmış formasıdır. Amma doğru değil. What's the boy reading? What is the boy reading'in what is'in qısaldılmış formasıdır. B bəndə doğru değil. Yerlik halda değil. My sister's name is Nazrin. Mənim bacımın adı Nəzrindir. Burada bacımın adı yerlik haldadır. C bəndi doğru cavabdır. Who is favorite writer? Who is their favorite? Onların məşhur yazısı kimdir? Bu who is'in qısaldılmış formasına görə D bəndi səhvdir. Doğru cavab C bəndidir. Üçüncü sual, choose the correct articles. Oliver has got black trousers and green cap. Burada trousers cəmdə olduğu üçün qeyri-müəyyən artikel işlənmir. Yəni birinci tərəfdə artikel işlənməyəcək. And the green cap. Cap sözü təkdədir, sayıla bilən isimdir. Onun qarşısında qeyri-müəyyən artikel işlənir. Doğru cavab B bəndi. Dördüncü sual, choose the correct preposition. Düzgün söz ömrlərini seçin. My favorite book is Oliver Twist, Charles Dickens. Mənim sevimli kitabım Oliver Twist'dir, Charles Dickens tərəfindən yazılıb. Burada kiminsə müəllifin tərəfindən yazılan əsər by ilə işlənir. By Charles Dickens. C bəndi doğru cavabdır. 5-6 suallar cavablarını şərh bölməsində yaza bilərsiniz.